Pazar globallaştıkça, dünya ülkelerinin pazarları bütün birbirine integrasiya oldukça, dünya ülkeleri arasında müəyyən iqtisadi sazişlər bağlandıkça, mallar bir ülkelerden diğer uzak ülkelere gittikçe daim gıda meselelerinde, gıda mallarında ve diğer mallarda insan sağlamlığı meselesi daim arka plana çekilir sürətlə. Ona göre de individual, yani ferdi kəndli təsərrüfatları, ferdi kapalı bazarlar daha üstün bazarlar hesap olunur. Lakin belə değil, dünya dediğim kimi dünya bazarlar birbirine integrasiya olunur. Ona göre malları daşımaq, saklamaq, xarab olunmasının qarşısını almaq üçün kimyalaşma devam edir erzaq mallarında ve qeyd etdiyim ki, insan sağlamlığı arxa planda qalır. Bütün dünya istehlakçıları çox sadəlövhdür. Elə bilirlər ki, onların sağlamlığı qaydına qalanlar var. Belə düşünürlər, lakin düşünmürlər ki, onların uzun ömürlü ve çok sağlam yaşamaları kimə lazımdır. Bu sualın cevabını her bir şəxs fərz olaraq tapsa, çox şeyin cevabını tapar. O cümlədən də quru meyvələr məsələsi, bəli, çox sayılı meyvələrə, qidalara vurulan çox sayılı ingrediyentlər, konservatlar var ki, güya onların təhlükəsizliyi təmin olunur falan, əslində isə belə deyil. Və o meyvə qurularını çürüməmək üçün, qurtlamamaq üçün mümkün olan her şey edirlər. Hətta rengin şüalarına da məruz qoyurlar ki, oradaki mikroorganizmlər ölsün və ora vurulan renkləyici, parıldadıcı, qoruyucu maddələri biz araştırsaq görəcəyik ki, hamısının sertifikatı var, hamısına icazələr var və s. Dünyada bu kimi məsələləri birləşdirən qlobal qurumlar var, beynəlxalq standartlar falanlar, əslində isə onlar da insanları qorumurlar. Onlar dünya bazarında malı hərəkət etdirməsi siyasətini yerinə yetirirlər. Bu cür mallar var, ona görə də quru meyvələr olan zaman insanlar onları yaxşı-yaxşı isti suda yusunlar, biraz saxlasınlar, suyu dəyişsinlər, təzədən ev şəraitində nisbətən istəsələr qurutsunlar və ondan sonra istehlak etsinlər. Belə məsləhət görürəm.